Müsəlmanıqsa bizim adımızda müsəlman adları antropologiyamızda olmalıdır da. Biz bundan qaça bilmərik ki. Yəni o yaxşı hal mən hesab edirəm. Deyək ki, amma məsələn bəzən qoyurlar adların. Məsələn mən soruşuram Xədicə qoymusan qızın adını, deyir ki, hə. Deyirəm Xədicə nə deməkdir? Deyir, Peyğəmbərin arvadıdır da. Peyğəmbərin arvadı olmamışdan axı bu Xədicənin bir mənası var. Yaxud Fatimə qoyurlar. Fatimən birincisi o Fatimiyə də mən qarşıyam. Niyə o həmişə bizdə Fatimə olub da? İndi niyə Fatmanı Fatimə eləyəndə mahiyyət dəyişir? Bəzən Fatmalara, məsələn 30 il Fatma demişik. İndi biz ona Fatma deyəndə inciyir ki, mənim adım Fatimədir. Bu Fatimə sözün mənasını bilirsən soruşuram. Deyir, bilmirəm. Deyirəm, yaxşı, Fatimə ilə Fatimədə nə fərq var? Gənə də bilmir. Bu da bax dəbin ayrı-ayrı mənaları var. Xeyr, eyni məna verir. Məsələn, Fatimə də, Xədicə də estetik nöqteyi nəzərdən yaxşı ad deyil. Mən biləm, biri yarımçıq doğulmuş uşaq deməkdir. Biri isə nəsə belə. Yəni, belə bir mənasız ad da yoxdur.